Diaspor gənclərinin bu dəfəki 4-cü yay düşərgəsi ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Düşərgəni Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birgə 12-18 avqust tarixlərində Naxçıvanda təşkil edəcək. Burada dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən Azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur. İştirakçılar bir həftə ərzində Naxçıvanın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əyləncə və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar. Məqsəd xaricdəki yeni nəsil Azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri və Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələridir. Düşərgədə iştirak etmək üçün yaşı 18-29 arası Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iyunun 1-nədək diaspor.gov.az qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket formasını tam doldurub göndərməlidirlər.